2026-cı ildə ən çox pul qazanacaq bürc kimdir? 2026-nın pul çempionu Oğlaqdır. Niyə məhz Oğlaq? Saturn və Yupiterin güclü mövqeyi maddi yüksəliş gətirir. Karyerada sıçrayış, böyük müqavilələr, ev, torpaq, biznes alışı üçün ideal il. Zəhmətin qarşılığı tam olaraq alınır. 2026 Oğlaq üçün varlanma ili sayılır. 2026-da çox qazanan digər bürclər Boğa, pul axını güclənir, investisiya və biznesdən böyük qazanc, maliyyə sabitliyi yaranır. Əqrəb, riskli addımlar uğur gətirir. Gözlənilməz gəlir və miras ehtimalı, borclardan qurtulma ili. Şir, şəxsi brend, sosial media və yaradıcılıqdan pul, tanınma ilə birlikdə gəlir artır. Dolça, texnologiya, onlayn işlər, xaric bağlantılı qazanc, yeni layihələrdən gəlir. 2026-da pula diqqət etməli bürclər, xərçəng, qız, balıq, xərcləri idarə etmək vacibdir, riskli yatırımlardan uzaq durmaq lazımdır.